Və Peyğəmbər sallallahu aleyhi ve sellem burada Şeyx Fovzan da Həbibullah şərhində gətirir. Xavariclər çıxdı, sonra qarşı çıxdılar. Əliyə qarşı çıxdılar, öldürdülər onları. Kim ki ondan sonra müsəlman hakimə qarşı çıxdı, onlar da xavaric hökm verir. Yəni xavaric birdən soruşsa kimdir, kim hakimə qarşı çıxır və ya caiz görürsə xavaricdir. Təbii ki, xavariclərin növləri var belə açıq-aşkar, var gizli. Gizliləri tutmaq belə çətindir, hər adam bilmir. Bir qardaşla danışıram, deyir, halallıq istəyirəm, mumeyyilərlə idim, elə bildim, onlara qarşı zülüm edirsən. Sonra gördüm, yox, doğrudan bunlarda hakimə qarşı problem var. Hakimiyyədə da problem var bunlarda. Amma əvvəl cəhddən sən görmürsən onu. Ona görə, qardaşlar, mənhəc məsələni öyrənmək, bilmək yaxşıdır. Yəni, üsulun bildim, qutardı. Nə üsula müxalifdir, qoy qırağı, qulaq asma, tərk elə. Deyir ki, əhl-üsünə deyil. Ona görə əhl-üsünə üsulunu bilmək lazımdır. Bəzi qardaşlar deyir ki, balaca məsələyə də toxunursunuz, yox, balacadan başlayır hər şey. Mumeyyilərin və ya xavariclərin əsas şübhələri nə deyir? Gör ki, biz hakimiyyədən danışır. Birinci, hakimiyyət danışmaq ev deyil. Bu əhl-üsünlərin üsulundandır bir. İkinci, ne üçün danışırıq? Ehtiyac var. Çünki əsas, özünüz görürsünüz ki, məsələn, ixvanlar və s. Əsas, bu məsələ də əsas. Xavariclər əsas, o kalbasadır, izaddır, onlar bizi boş söhbətlərdir. Əsas bu məsələdir. Lazım olanda acından önemli yiyirlər, o dönəri küçədə götürüb yiyirlər. Burası özlərini belə göstərir, gör ki, bunlar, gör ki, nə bilim, fələdirlər. Əsas hakimiyyədir.